Cari ilin 27 sentyabr tarixində Qabal çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş Laqadexi bələdiyyəsinin Qabal, Gəncəli, Uzuntala, Qaracalar və digər bir sıra kəndlərinin sakinlərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən 10.000 ABŞ dolları dəyərində humanitar yardım göstərilib. Baş verən təbii fəlakətdən zərər çəkmiş sakinlərə fondun dəstəyi, Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müxtəlif çeşiddə ərzaq məhsulları və həmçinin digər zəruri ləvazimatlar çatdırılır. Xəbər portalımıza müsahibə verən Qabal İnkişaf Mərkəzinin rəhbəri Yavər Məmmədov bildirib ki, baş vermiş fəlakətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinə edilən müraciət əsasında göstərilən humanitar yardım 120 ailəyə çatdırılacaq. Qabalda baş vermiş sel fəlakətindən bağlı bildiyiniz kimi Azərbaycan Diaspor Dəstək Fondu bizə maliyyə dəstəyi göndərmişdi. Onunla bağlı da bugün Qabal sakinlərinə ərzaq paylayırıq. Diasporun Dəstək Fonduna çox təşəkkür edirəm və Qabal İnkişaf Mərkəzinin yanında olan bu lobiyə dəstək olan hər kəsə çox sağ ol deyirəm. Laqadexi bələdiyyəsinin mer nümayəndəsi Ramiz Amirov da göstərilən diqqət və qayğıya görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Böyük təşəkkürümü bildirirəm. Kimlərin bu işdə əməli var, kimlər bu işdə az da olsa rolu var, hər birisinə öz təşəkkürümü bildirirəm. Allah hamımızı var eləsin. Bu bir fəlakət idi, elimizə gəldi. Nə qədər olsa da bu imkansız ailələrə, çox uşaqlı ailələrə yardımdır. Bir daha təşəkkürümü bildirirəm, xüsusi təşəkkürümü bildirirəm. Həmən bu Qabal İnkişaf Mərkəzinin rəhbəri Yavər Yusufoğluna. Əlbəttə, onun bu işdə çox böyük rolu var. Xatırladaq ki, sentyabrın 26-sından 27-sinə keçən gecə yağan güclü yağışlar nəticəsində Qabal çayı daşaraq Laqadexi bələdiyyəsinin bir sıra kəndlərini su altında qoymuşdu. Nəticədə kənd sakinlərinə məxsus əkin sahələrinə və evlərə ciddi ziyan dəymiş, ev quşları və mal-qara tələf olmuş, yol infrastrukturuna isə xeyli zərər dəymişdi.